Axşamınız xeyir olsun, əziz və istəkli televiziya tamaşaçıları. ATV kanalının efirində yeni layihə ilə görüşünüzə gəlmişik. Medianın İnkişafı Agentliyi və Audio-Vizual Şuranın dəstəyi ilə. Bu verilişimizdə sizi ömrünü incəsənətimizə, mədəniyyətimizə həsr etmiş, lakin adları çəkiləndə biraz utanan, adları çəkilməyəndə susub, sakitcə kənarda dayanan əsl sənət adamları ilə tanış eləyəcəyik. O sənət adamları ilə ki, öz peşəsinin birincisidirlər. Çox zaman özləri ikinci planda qalsalar da, amma onların iştirak etdiyi layihələr onlarsız baş tutmazdı. İlk verilişimizin qonağı mənim çox sevdiyim, çox hörmət etdiyim bir insan, sənət adamı, əsl sənət adamı, əməkdar incəsənət xadimi Rafiq Seyidzadədir. Rafiq mənim, xoş gördük sizi. Xoş gəldiniz, olsun. Çox sevindim sizinlə bugün ilk verilişimizdə bir yerdə olmaqdan. Çünki doğrudan da sizinlə hər söhbətimiz çox belə nəfis və çox maraqlı dəqiqələrlə dolu olur. Mən inanıram ki, bugünkü söhbətimizdən həm də tamaşaçılarımız çox yüksək zövq alacaqlar. Mənə də çox xoşdur ki, bu gün sizin verilişdə iştirak edirəm. Çox sağ olun, əzizim. Rafiq mənim, necəsiz? Yaxşıyam, sağ olun. Nə ilə məşğulsuz? Bu dəqiqə hansı duyğularla, hansı arzularla, nə işlərlə yaşayırsınız? İndi belə mən təqaüddəyəm, bir neçə illərdir. Məndə evdə bir balaca musiqi studiyası kimi var. Bu cür və cür proqramlarla məşğul oluram ki, o beyin biraz, o zehni inkişafda olsun insanın. Bəli, o mütləq lazımdır. O mütləq lazımdır. Neyronlar əlbəttə bir-biri ilə görüşsün də. Musiqi duyumu ilə yaşayıram. Mənim daxilimdə həmişə musiqi səslənir. Hətta psixologiyada da belə bir şey var ki, musiqi beyni həm təmzimləyir, həm təmizləyir, həm də inkişafında böyük rol oynayır. İnsan hansı sahədə işləyirsə, işləsin, çalışırsa, çalışsın, hər bir sahədə, əgər o musiqi ilə məşğul olur, əgər o musiqini qavrayır, əgər o musiqini sevir, onda çoxlu uğurlar qazana bilir. Tamamilə doğrudur. Musiqi axı ritmdir, bilirsiniz, həyatdakı planet, hər yan ritm, bizim hər anımız, o hüceyrələrimiz... Hər addımımız ritmdən bağlıdır, əlbəttə. Rafiq mənim, bugün bir hafizəmizi təzələyək və bu illər ərzində yeni tamaşaçı auditoriyası yaranıb. Hardasa mən sizinlə söhbət elədiyim vaxtdan hardasa bir 15 il keçib. Yeni tamaşaçı nəsli yaranıb. Mən istəyirəm ki, sizi onlarla da tanış eləyək. O nəsil də sizi tanısın və görsün ki, Azərbaycan sənəti, Azərbaycan incəsənəti, musiqisi, ümumiyyətlə mədəniyyəti hansı insanların çiynində dayanıb. Və ona görə də mən istərdim ki, bir yadımıza salaq o günləri. Sizin bir körpə bir uşaq olarkən, ilk dəfə o musiqini qavramağınız və musiqinin sizin üçün həyat olacağını hiss elədiyiniz vaxt nə vaxt idi? Mən formalaşmışam 1950-ci illərin əvvəllərində. Artıq bir 10-15 yaşında mən musiqi ilə başlamışam məşğul olmağa, maraqlanmışam. Əlbəttə, anamın laylaylarında, mən həmişə lap uşaq vaxtlarında Azərbaycan musiqisini, xalq musiqilərini eşidirdim və muğamatı mən eşidirdim. Onun incəliklərini duyurdum və özümdə hoplayırdım onları. Beləliklə, 14-15 yaşında olanda 50-ci illərin elə birinci yarısı idi. Azərbaycanda, Bakıda olduqca çox belə bir maraqlı belə bir ab-hava yaranmışdı. Bilirsiniz, yeni mədəniyyət başlamışdı formalaşmağa. O da ki, nəyin əsasında? Bilirsiniz, bizim bəstəkarlar başlandı yaranmağa və yeni birinci elə Rəşid Beybutdan başladı. Bilirsiniz, Rəşid Beybutov
ifaçı kimi onun mahnıları hamısı yeni bir formada, yeni bir usulda səslənən mahnılar idi. Yeni üslub gətirdi. Bəli, Rəşid bəli. Beybudow öz ifası ilə. Onun mahnılarının hamısının əsasında ümumiyyətcə caz dururdu. Bəli. O caz orkestrlarda da işləmişdir Rəşid Bəli, Beybudow. bəli, bəli. Və onun o estetikası, onun mədəniyyəti Bəli. o yüksək səviyyədə olan bir estetika idi, mədəniyyət idi. Və bizim də çox xoşumuza gəlirdi. Biz balaca uşaqlar idik, onu mahnılarını sevirdik. Hətta belə bir paradoks da olmuşdu ki, mən 55-54-cü ildə musiqi məktəbinə daxil olanda Əsəb Zeynallıya onun mahnılarını oxuyub o qəbul imtahanlarında ora daxil olmuşdum. Mənim səsim var idi, təbii səs, mənim anamda da o səs var idi, çox gözəl. Şövkət Ələkbərovanın bütün mahnılarını oxuyurdu devirdə. Və mən də Rəşid Beybudovun mahnılarına vurğun idim və bir talant var idi da, onun mahnılarını oxuyurdum, özü çox yüksək səviyyədə. O vaxt bilirdiniz ki, kimlərin mahnısıdır bu və sonra kimlərlə, həmin o insanlarla siz ünsiyyətdə olacaqsınız. Əlbəttə, sonra dostluğumuz olub bizim. Bilirsiniz, o böyük xoşbaxtlıqdır. Mən doğrudan da xoşbaxt yol keçmişəm. Bilirsiniz, və o dövrdə də deyirəm də ayrı-ayrı ölkələrdən başladı filmlər gəlməyə. Amerika filmləri, Braziliya filmləri, sonra Qərb filmləri. Və bu filmlərdə də doğrudan onların ideyası olduqca belə çox xeyir gətirən ideyalar idi. Orada kişilikdən danışırdılar, mərdlikdən, qeyrətdən danışırdılar, məhəbbətdən danışırdılar. Əsil dostluqdan, əsil sevgidən, əsil qadına qarşı, kişilikdən. kişinin tərəfinə qadına qarşı olan münasibətlərdən və biz onlara baxırdıq, biz oradan ibrət dərsi götürürdük və istəyirdik onlara oxşayaq. Həmin o filmin qəhrəmanlarına. Elə o filmlər də ona görə çəkilirdi. Əlbəttə, o filmlər böyük, olduqca böyük əhəmiyyəti var idi. Sonra yeni bəstəkarlar başlandı yaranmağa və 50-ci ilin axırında artıq pleyada belə bir böyük bir bəstəkarlar nəsli yarandı. Elə Oqtay Kəzimov idi, Elza İbrahimov idi, Emin Sabitoğlu idi, Tofiq Babayev idi. Çoxlu bütün Telman Qazi, bütün bizim o dövrün gəncləri də olan. Hansılarının ki, sənəti ilə biz bugün qidalanırıq. Qidalanırıq, o büyünləri biz o mədəniyyətdə yaşayırıq. Və Tofiq Quliyevlə, Rauf Hacıyevlə nə vaxt tanış oldunuz? Amma bu da maraqlı sualdır. Mən artıq saksafonda başlamışdım çalma. Mən vokal da oxuyurdum. Məni dartdı, saksafon özünə qəlb elədi. Saksafona baxırdım mən hərdən. O vaxt axı o dövrdə kinoteatrlarda orkestrlar var idi. Bəli. Yəni gözəl orkestrlər var idi. Özləri caz çalırdılar, caz musiqisi. Sonra yeni formada olan Azərbaycan musiqiləri. Və biz də onlarda xoşumuz gəlir. Belə olurdu ki, biz gedirdik kinoteatra. Bir kinonu bir görmüşük, bir filmi bir 5 dəfə. Film bizi maraqlandırmırdı. Sizə maraqlı idi. Gedirdik, bilet alırdıq, baxırdıq yarım saat konsertə. O konsert repertuarı. O konsertə qulaq asırdıq. O instrumentə baxıb mən valeh olurdum, heyran olurdum o instrumentə və beləliklə biz formalaşmağa başladıq. Və o dövrdə də doğrudan artıq caz musiqisi başladı Azərbaycanda, Bakıda formalaşmağa, inkişaf eləməyə. O dövrdə, doğrudan da o dövrdə çox maraqlı bir belə ab-hava var idi o dövrin. Bizim dostlarımız hər bir millətdən var idi. Hər bir millətdən. Əsasən sosialist ölkələrində də, o Sovet dövründə sosialist ölkələrində. O dövrdə beynəlmiləl idi hər şeyə. Və onun da bir yaxşı, onun xüsusiyyəti ondan ibarət idi ki, biz Azərbaycan balaları, cavanları onların arasında daha da diribaş idik. Biz artıq onların psixologiyasını, ayrı-ayrı millətlərin psixologiyasını bilərəkdən özümüzü yüksəkdə hiss edirdik. Gendən də çox şey asılıdır da, genetikadan çox şey asılıdır. Genetikamız axı yenə də Azərbaycanlı muğamdır. Elə bu genetika bəhsdir. Elə mən onu demək istəyirəm. Bilirsiniz, hər muğam axı hər adam oxuya bilməz onu. Hər millətə nəsib olmayan bir musiqidir. Onu Azərbaycanın hər bir millətin musiqisini o səviyyədə, professional səviyyədə oxuya bilər, ifa edə bilər. Ancaq bizim muğamımızı heç bir millət elənki Azərbaycanlı. Və nə yaxşı ki, bizim sənət dünyamızda Üzeyir Hacıbəyov olub, Fikrət Əmirov olub. Hansı ki, bu iki insanın adını nəyə görə çəkdim? Üzeyir Hacıbəyov bizim muğamlarımızın opera şəklində onu əlbəttə ki, bütün dünyaya yayıb və Fikrət Əmirova nəyə görə mən həmişə minnətdaram.
o bizim xalq musiqisimizin üstündə dünya klassik musiqisini yaradıb, simfonik musiqini yaradıb. Və əlbəttə ki, bu insanları yada salmamaq, onlardan bəhrələnməmək, onlardan o mənəvi qidanı almamaq qeyri-mümkündür. Bu bizim millətə məxsus olan insanlardılar. Belə bir incə məsələ də var. Bilirsiniz, o bəstəkarların arasında axı Qara Qarayev də olub. O dünya musiqisini... O dünyavi səviyyədə olan... Dünyavi sayədə. Ona görə ki, bütün dünyada onun... musiqisi, Wagner səviyyəsində və... Əlbəttə, o artıq millət çərçivəsindən çıxmış belə bir dahi. Sənət aləmi öz yerində. Siz böyüdükcə, sizin dünya görüşünüz artdıqca, artıq musiqinin gözəlliyini duyduqca, yəqin ki, qadınların da gözəlliyinə çox böyük fikir vermişsiniz. Çünki o vaxt Azərbaycanın ən gözəl xanımı sizə qismət olub. Və bu qismət bugünə qədər davam eləyir. Mən gözəl sənətkarımız, Respublikanın xalq artisti Natəvan Şeyxovanı nəzərdə tuturam. Rafik müəllimin həyat gün yoldaşı, ideal bir cütlük və bu cütlüyün başlanğıcı necə? O barədə biraz bizə məlumat verərsiniz? Bilirsiniz, o devirdə Bakıda cürbəcür təşkilatlarda, məktəblərdə, institutlarda cürbəcür tədbirlər keçirilirdi və gənclər hamısı yığışırdılar o tədbirlərdə iştirak edirdi. O devirdə 133-cü məktəbdə xatırlayıram, bizi dəvət elədilər orada bir buraxılış gecəsi idi. Orada iştirak edib çalmaq. Bir 4 nəfər, 5 nəfər o bizim heyətlə, musiqiçilərdən. Və belə oldu, biz getdik. Bütün tələbələr, şagirdlər yığışmışlar, müəllimlər, hamısı belə bir gözəl bir auditoriya var idi. Arada bir baxdım, gördüm, onların içində bir qəşəng qız var. Mən dözmədim, uşaqlara dedim, siz çalın. Mən gedim bir baxım görüm də, gedim bir rəqs edim. Mən buradan afişaya baxıram, çox gözəl, cəlb edici olmuşsunuz özünüzdən. Gəldim, yaxınlaşdım bu qıza və onu dəvət elədim rəqsə. Və ona mən svidani verdim. Görüş təyin elədim ki, sabahları Nizamın bu kinoteatrının o sahadının altında, bu sahada olarsan. Я, конечно же, не пошла. Mən əlbəttə ki, getmədim. Getmədim ona görə ki, mən belə görüşlərə getmirdim. O zamanlar belə şeylər qəbul olunmurdu. Tanımadığım oğlan məni görüşə çağırıb. Elə o dəqiqə görüşə. Ona görə də mən əlbəttə ki, getmədim. Поэтому я, конечно же, не пошла. Я, конечно же, не пошла. Rafik müəllim, Natəvan xanım dedi ki, o gəlməyib görüşə. Bəli. Gəlmədi. Gəlmədi görüşə. Çox gözlədiniz orada. Nə qədər gözlədiniz? 3 saata yaxın gözləmişdim. 3 saata. 3 saata yaxın gözləmişdim. Siz həmin zaman xanımınızı gözləmirdiniz. Siz öz bəxtinizi gözləyirdiniz, ona görə. Bilirsiniz, onun o vaxtı gəlib çatmamış ola bilsin. İndi mən sizə bir söz deyim də. Üstündən bir 5-6 il keçir. Hətta 5-6 il keçir, elə bir zaman. Ondan sonra heç bir görüşünüz olmuyor. Öz həyatımızla yaşamışıq, bir-birimizdə görməmişik, heç yada da salmamışıq. Artıq yadınızda deyildi. Yadımda deyildi. Həmin o gözəl xanım. O öz həyatı ilə yaşayırdı, mən öz həyatımda. Mən Azərbaycan Dövlət Estrada Orkestrında dəvət oldum 60-cı ildə. Bəli. Bir solist kimi, saksafonçu, birinci tenarist kimi, saksafonçu kimi və 65-ci il idi, artıq orada mən 4-5 il işləmişdim. Artıq belə tanınmış, belə bir saksafon çalan idim. Moskvaya da məni dəvət edirdilər, o devirdə çox belə hörmət edirdilər. Hansısa bir qastroldan qayıtdıq Bakıya, bu Bakıda bizim məşqlərimiz başladı, Filarmoniyanın 2-ci mərtəbəsində, zalda. Məşq zamanı bizim bir direktor var idi, Arnapolski, Arkadi Lvoviç. Dedi ki, uşaqlar özünüzü yığışdırın. Bura bir indi gözəl qız gələcək. Onu biz təzə işə götürürük, bir solist, orkestrin solisti kimi. Nə gözəl. Mən də demə, nə gözəl qız olacaq. Qastrollarda o qədər bizim gözəl qızlarımız həyatımızda var idi ki, elə şey olar. Bizi təcrübləndirmək olmaz. Bir də gördüm, qapı açıldı, bir də oradan da bir qəşəng qız girdi içəri. И
в этот момент, конечно... Və bu an orkestr əyləşib. Bütün musiqiçilər əyləşib. Əsasən kişilər və ön sırada saksafon çalan cavan bir oğlan əyləşib. Mənimlə bir yerdə isə tanınmış müğənni Zaur Nurullayev oxuyurdu. O da orkestrdə çalışırdı. Заур Нурулаев, известный певец, очень хороший. Он тоже работал уже в оркестре. Он был на 5-м курсе, я на 3-м. O 5-ci kursdaydı, mən 3-cüdə. Və biz bir-birimizi çox gözəl tanıdığımız üçün mən içəri girən kimi Rafiq müəllim onu çağırıb deyir, get o qıza çatdır ki, o mənim arvadım olacaq. Zaur yaxınlaşıb bunu mənə dedi. Mən əlbəttə ki, təəccübləndim. Заур ко мне подошел, сказал, я, конечно, так удивилась, посмотрела. Belə baxıb gördüm ki, yaraşıqlı cavan oğlandı. Yəqin ki, gənc qız olduğum üçün bu mənə gülməli gəlirdi. Мне было как-то смешно, наверное, как девочке. Вот, и первая моя Mənim birinci гастроль qastrolum была Pribaltikaya idi. Bizim maraqlı qastrolumuz baş tutdu. Və təbii ki, Rafiq müəllim mənə diqqət göstərməyə başlamışdı. Yanımdan ayrılmırdı. Məni də evdən ona görə buraxmışdılar ki, Zaurun ailəsi ilə bizim ailə dost idi və məni ona həvalə etmişdilər. O da təbii ki, həmişə mənim yanımda idi. Rafiq müəllim də onun yanında. Və bu qastrol zamanı Rafiq mənim başıma pərvanə kimi dolanırdı. Yaxşı diqqət göstərirdi mənə. Demək olar ki, başımı xarab eləmişdi və məndən söz aldı ki, mən ona ərə gedəcəyəm. Mən də dedim ki, olsun, gedəcəyəm. Amma evdə heç kim heç nə bilmirdi. Bizim toyumuz isə yeni kinostudiyada oldu. Ona görə ki, mənim atam məşhur kinorejissor Şua Şeyxov idi. Режиссер известный Шуа Шейхов. Хочу сказать, что Рафик Müəllim, он Demək istəyirəm ki, Rafiq müəllim həmişə mənə dayaq olub. Mənə həmişə elə gəlib ki, ona arxayın ola bilirəm. Ona inanırdım. Mən bilirəm ki, o heç vaxt məni satmaz, xəyanət etməz. Ümumiyyətlə təbiət etibarilə o dostcanlı insandır və heç vaxt dostuna xəyanət etməz. Bəlkə ona xəyanət ediblər, amma o heç vaxt etməyib. Buna görə də mən həmişə rahat olmuşam. Bilirsiniz, elə bil ki, mən bir qayaya söykənmişəm. Bax, Rafiq müəllimin belə kişi xasiyyəti olub. Elə indi də belədir. вот такой у Рафик Müəllim. И сейчас до сих por такой. Rafiq müəllim, Natəvan xanım çox şeyləri dedi, açıqladı. Sizin əlavəniz yoxdur Natəvan xanımın dediklərinə? Yox, mən razıyam Natəvan xanım dedikləri ilə. Hər halda bir gün sabah 60 il olacaq bizim həyat münasibətimiz. Maşallah. Bütün bu 60 ilin ərzində həmişə o düz söz deyib, həmişə də mən onunla belə bir razılaşmışam, bəli. Bu həmişə düz deyib. Əgər mənim xeyrimə də olmuyor, əgər bir sözdürsə, o da onu da düz deyir. Natəvan xanım doğrudan da Azərbaycanın çox gözəl xanımlarından biri olub və bugün də o gözəlliyini saxlayıb. Çünki insanın yaşlandıqda onu gözəl saxlayan nədir? Onun daxilindəki nurdur, işıqdır. Və Natəvan xanımda da o işıq var, sizdə də o işıq var. Mən sizin şəkillərinizə baxıram, valla. Bu Amerikan aktyorlarına, Hollywood aktyorlarına oxşuyursunuz. Aydın məsələdir ki, siz bir Azərbaycanlı kişi kimi həmişə belə diqqətli olmusunuz və gözəl bir xanımın həyat yoldaşı kimi çox belə Yox, əlbəttə, diqqətli olmusunuz. Bəs sizin də yəqin ki, pərəstişkarlarınız çox olub o vaxtlar. Natəvan xanım bundan necə yaşayırdı? O yaxşı bilirdi ki, mən necə o orkestrda, o 5-6 il ərzində necə həyat sürmüşəm. Onu yaxşı bilirdi və bilirdi ki, mənim ona münasibətim necədir. O bilirdi ki, mənim ona qarşı olan münasibətim həmişə müqəddəs olub. Bilirsiniz, hələ elə bir hadisələr də olub ki, biz evlənmişik, bizim artıq 2 yaşında qızımız bizlə qastrolda getmişdik, Peterburqa getmişdik, Leningrad şəhərinə. Orada Teatr İstardada konsertimiz, Marinski Teatrda konsertlərimiz keçirdi. Marinski Teatrda fəth eləmişik. Maşallah. O barədə danışacağıq. Nə demək istəyirəm?
orada artıq konsertdən çıxandan sonra slujebniy выходda deyirlər. Xidmət. Oradan xidməti yolda çıxanda qapıdan bir 5-10 nəfər qızlar dayanmışlar. Qızlar dayanmışlar. Axı biz ondan qabaq evlənməkdən qabaq mən orada olmuşdum axı qastrolda. Tanışlar zad var idi orada. Nə isə elə çıxanda bu da axı gözəl qız idi və dalıca biz belə mən sizə deyim şəhərdə gedəndə ayrı-ayrı şəhərlərdə dalıcan onun yeniyetmələr bir sürü qızlar oğlanlar gedirdi. Və onu mən şahid olmuşam. Şir rüyayımısınız. Hə. Həmişə nədənsə o ötən nəsil məhz bu münasibətlər, ülvi hisslər barəsində həmişə deyir ki, bizim vaxtımızda daha yaxşı idi, sizin vaxtınızda belə biraz başqa cürədir, başqa cürədir, başqa cürədir. Amma mənə elə gəlir ki, mən iki nəslin arasında yaşayan bir insanam da, mənim də atam 50-ci illərin cavanı olub. O cavanlıq vaxtı sizin vaxtlarınıza düşür və mən o 70-ci illəri, 80-ci illəri görmüşəm bir artıq yeniyetmə kimi, bir gənc insan kimi. 90-ları yaşamışıq, 2000-ləri yaşamışıq. Və mənim üçün klassik model ünsiyyət modeli. Mənə gəlir ki, 70-ci, 60-cı illərdir. Necə fikirləşirsiniz? O dövrdə münasibətlər saf idi. Bəli. Saf idi. Sonra mən sizə İdeal bir münasibət modeli. Əlbəttə, axı bayaqları mən dedim, o filmlərə ki biz baxırdıq. Bəli, bəli. Oradan formalaşırdıq biz. Necə bir şəxsiyyət kimi və bir təmiz bir insan kimi. Bəli. Sonra ondan da əlavə mən axı böyümüşəm Qədəşlər məhəlləsində. Və məsciddən bir tin aşağı. Təzəpir məscidi. Təzəpir məscidindən. Anadan da orada olmuşam, elə gözümü dünyaya orada açmışam. Təsadüfən Vidadi küçəsi tərəfdə olmuş. Şorsda olmuşam. Vidadidən bu yana bir. Mən anam Vidadi küçəsində anadan olub, ona görə dedim qonşu olmuş. Hə, yaxındır da. O birisi küçə Şorsda. Bəli. Sonra mənim babamın da bir mülkü var. İndi bu Qasım İsmayılovla gedirsən 21, orada 3 mərtəbəli bir bina var. Orada da mən o mühitdə böyümüşəm. Və nə demək istəyirəm? Mən ailə tərbiyəsi almışam. Ata-ana tərbiyəsi görmüşəm. 4 qardaş, ən kiçik mən olmuşam. Və o da bir xoşbaxtlıqdır, kiçik olmaq. Ona görə ki, səndən yaşda böyük olan qardaşlarının səhvlərini sən görürsən, bu səhvləri sən buraxmırsan. Bu biraz diribaş oturuşaq. Axırıncı o dərsdir. Bizdə çoxlu ümumilik var sizinlə. Mən də evin kiçik oğluyam deyə ona görə bilirəm siz nədən danışırsınız. Hə, əlbəttə. Və onu demək istəyirəm ki, o dövrdə belə bir biz tərbiyə alırdıq, ailə tərbiyəsi, bir də küçə tərbiyəsi. Bəli. Biz səhər çıxırdıq, belə küçədə formalaşırdıq, qaşdı oynayırdı, nə bilim, eləyirdi məktəbə qədər, sonra tətil vaxtlarında küçədə biz formalaşırdıq. Adaptasiya gedirdi küçədə. Küçənin də öz qanunu var idi, bilirsiniz. Bəli. Belə idi də, bizdə, həyətimizdə bir 3-4 nəfər qəşəng qızlar var idi. Mənim bacım olmayıb, biz 4 qardaş idi. Canavar kimi qız görəndə münasibətimiz o qızlara biraz ayrı idi. Nəinki kimin bacısı var idi, evdə mülayimləşir axı münasibətlər. Burada biz qızlara biraz belə baxırdıq, belə də kişi kimi. Və nə demək istəyirəm, o qızlara əgər bir nəfər ayrı məhəllədə sataşsaydı, onu biz öldürərdik. O qızın qeyrətinə dururduq. Sizin qeyrətiniz idi də. Bəli. Bilirsiniz, bu tərbiyəni biz almışıq. Belə bir rus sözü var idi, panyatka var idi. Əlbəttə, panyatka var idi. Sonra həmişə kişilik məsələsi var idi. Biz kişilikdən danışırdıq. Kişi olmaq lazımdır. Biz belə tərbiyə almışıq. Sonra da ki, bu cəmiyyətdə yaranan yeni mədəniyyətin tərbiyəsini götürmüşük və elə o tərbiyə ilə də biz davam etmişik. Ömrümüzün axırına qədər o mərdlikdir, kişilikdir, düzgünlükdir, adam aldatmamaq, sonra riyakar olmamağa, cürbəcə pis işlərlə məşğul olmamışıq. Rafik müəllim, mənə elə gəlir ki, belə həddindən artıq çox belə bal kimi söhbətimiz gedir və
sizlə ünsiyyətdə olanda bir şəxsiyyəti xatırlamamaq qeyri-mümkündür. Bu da Vaqif Mustafazadədir. Hansınla ki siz işləmişsiniz, Vaqif Mustafazadə Azərbaycan musiqisinin gözünün işığıdır. Mənim zənnimcə özünün xüsusi bir yeri var, özünün xüsusi bir mövqeyi var və bugün də onun musiqisi yaşayır və onu sevənlər hələ yaşayırlar. Və nə qədər ki onu sevənlər yaşayacaq, onu sevənlər olacaq, o da yaşayacaq. Bilirəm ki sizin də çox isti, çox gözəl xatirələriniz var Vaqif müəllimlə bağlı. Bilirsiniz, Vaqif müəllim məndən bir yaş balacadır. Bir yaş cavandır. Və biz bir mühitdə böyümüşük. O içəri şəhərdə olub, mənim də xalamgil içəri şəhərdə, gecə-gündüz elə içəri şəhərdə biz olurduq. Və onunla səhərdən axşama qədər bir yerdə olurdu, lap gənc vaxtlarında. O məktəbli vaxtlarında. Elə olurdu ki, biz doğrudan da müharibədən sonra ağır günlər idi, olduqca ağır günlər idi cəmiyyətdə. Və belə olurdu, onun anası da işləyirdi, səhər gedirdi, işlə məşğul olurdu da, öz işi ilə. Mənim də valideynlərim gedirdilər işə, qalırdıq biz ikimiz. Öz başına qalırdıq. Bəli. Və belə olurdu ki, o öz gəlirdi. ixtiyarınıza qalır. Öz ixtiyarınıza. Gəlirdi, o gəlirdi bizdə. Hərdən görürsən, bir çörək yemək istəyirdi, kartof tapırdıq, yağ da tapılmıyırdı. O vaxt belə idi də. Kartofu elə yağsız qızardırdıq, ikimiz yeyirdik. Vermişini alırdıq, ya olar da, ya bizdə. Amma belə biz həyatsız bir şey. Və elə bir devirdə də başlamışıq musiqidən. Həmin o mədəniyyətin içində o da formalaşmağa başlamışdı 50-ci ilin əvvəllərində. Və belə oldu, bizi kampaniyalar olurdu, belə yığıncaqlarımız kiminsə evində, hansısa nəsə bir hadisəni qeyd eləyirdi, valideynlər də o bizlə bir yerdə münasibətimiz, biz qızlarla görüşürdük. Bilirsiniz, o da 16, 17, 18 yaşında olan qızlarla görüşürdük. Belə mən bir 4-5 qızla görüşmüşəm. Gedirdik kinoa, o yana bu yana. Ancaq heç vaxtı o Nici Poyası deyirlər, o özümə mən heç vaxtı layiq bilməmişsiniz. Bu aşağı səviyyəyə salmamışam özümü. Bizim həmişə münasibətimiz ülvi olub. Ona görə də bir illər keçəndə, bir 20-30 illər keçəndə həyətdə, küçədə də bir-birimizə rast gələndə alnına açıq rast gəlirik. Bilirsiniz, münasibətimiz olub bizim təmiz. Ancaq indiki kimi yox da. Vaqif Mustafazadə ilə biz bir yerdə, hətta bir skamya arxasında da oturmuşuq məktəbdə, Əsəb Zeynallı Muziki İlişisində bir yerdə təhsil almışıq. Biz yaxın qardaş kimi idik. Otururduq bir skamyada, partanın arxasında. Bir Eduard Bigliaroviç var idi. O kapellanın bünövrəsini qoyan. Azərbaycanda xalq artisti. O bizə dərs verirdi musiqi ədəbiyyatından. Belə olurdu, bir sigaret də çəkirdi, cavan uşaq idi də. İndi bu mənə deyir ki, Kəblə deyir, indi piririb olacaq, gedərik sigaret çəkməyə. Dedim, mən çəkmirəm bu şeydə, sigaret zat çəkmirəm mən. Necə yəni çəkmirsən? Çəkmirəm də. Kişi də örsən, sən o kişi də örsən deyəndə davamız düşürdü də. Eduard Bigliaroviç də baxırdı, deyirdi, Gospodi deyir. Bu nə olacaq deyir, bu insanlar gələcəkdə deyir, Azərbaycan mədəniyyətini təmsil edir. Qalır, çaşım qalırdı. Sonra axşamı Targovada bir yerdə elə gedib gəzirdik. Və o yığıncaqlarda, kiminsə evində biz yığıncaq, haradasa pianino var idi. Vaqif pianinonun arxasında çalırdı. Bu belə bir, doğrudan da olduqca çox belə musiqiyə fanatik bir insan. Fanatik insan idi o. Çünki özünün missiyası var idi. O missiyanı da yerinə yetirirdi. O Azərbaycan musiqisində hər hansı bir janrın bahanəsi olmalı idi. O da oldu. Sonra mən sizə deyim də, o başladı artıq formalaşmağa. O bu professional səviyyəyə gəlib qalxmışdı ki, Amerika cazmenlərindən də artıq bəzən o Amerika cazını ifa edirdi. Yəni improvizirlik edirdi. O klassik improvizasiyasının ustadı idi. Ona baxmayaraq
o zirvəyə gəlib çıxandan sonra artıq o özünə yer tapa bilmirdi, bilirsiniz, Azərbaycanda. Əgər Amerikada olsaydı, ola bilsin ki, biraz da. Əlbəttə, əlbəttə. Burada artıq o başladı eksperimentlər eləməyə. Bəli, bəli. Bilirsiniz. Bəli. Azərbaycan musiqisini, Xalq musiqisini cazla sintezə gətirdi. O sintez yaratdı. Onun tərtər şuurundan gələn bir məhsul idi də, onun o intellektual məhsulu idi. Əlbəttə. Və ona görə də onu vaxtından əvvəl doğulmuş insan kimi qiymətləndirmək olar da, vaxtını qabaqlayan. Elədir, qabaqlayan. Öz zamanını qabaqlayan o bir insan. epoxa yaratdı. Bəli. Həmin onun etnocazı, Bəli. o ki sintez yaratmışdı. Bəli, bəli, bəli. Həmin onun etnocazı əsasında bütün dünyada başladı ayrı-ayrı ölkələrdə etnocaz yaratmağa. Bəli, bəli. Bilirsiniz? Mən hətta Afrika etnocazına da qulaq Deyirəm, onlar asmışam bu və vaqifdən görürəm sonra ki, nə qədər bizim musiqidən bəhrələnən və bizim musiqidən necə ruh alan bir musiqi janrıdır. Rafi müəllim barəsində mənim üçün danışmaq çox böyük şərəfdir. Çünki mən gözümü açandan çox balada 7 yaşından Rafi müəllimi tanıyıram. O vaxt o Dövlət Caz Orkestrində işləyirdi mənim qardaşımla, böyük qardaşımla. Çox tez-tez o konsertlərə gələrdi. Onlar Bakıda gec-gec konsert verirdilər. Əsasən xaricdə olurdular. Rafi mənim haqqında nə deyə bilərəm? Onu deyə bilərəm ki, mən özümü ona oxşatmaq istəmişəm ömrü boyu. Onun o gözəlliyi, onun o boyu, buxunu çox tanınmış insan idi. Rafi müəllim Bakıda o vaxtı Targovda gedəndə onun hər 2 metrədən bir boynunu bana salam melik, salam melik, əleyki salam. Nizami küçəsinin axırınacan bax belə başı fırlana salamlaşırdı. Çünki tüm Bakı onu tanıyırdı. Daha deyə bilərəm ki, Rafi barəsində, Rafi həmişə mənə görəndə deyər ki, sənin xəbərin var, bizi saksafon adam elədi. Biz yuxarı məhəllədə böyümüşük axı. Deyir, saksafon olmasaydı, bilinmir bizdən kim olacaqdı. Yadıma gəlir, bilirsiniz, o Qozcaz haqqında Rafi mənim danışardı. Hər onların konsertində Rusiyada, Moskvada, Sankt-Peterburgda birinci, ikinci rəddə oturan hamısı qadınları Rafiyə görə gəlirdilər. Onun gözəlliyinə baxmağa gəlirdilər. Rafi Seyidzadə kişi adamdır. Akif müəllimin də ürək sözlərini eşitdik və orada o 2 məqam var idi də, mənim kumirimdir və kişi adamdır. Bu 2 sözdə çox böyük mənalar var. O sizi bir insan kimi xarakterizə elədi. 2 sözlə. Bilirsiniz, Akif müəllim doğrudan da çox belə yüksək səviyyədə olan musiqiçidir, saksafonistdir. Bilirsiniz, o sözləri ki, o mənim barəmdə deyib, onu hər kişi deyə bilməz, hər musiqiçi deməz. O özü kumirdir, o özü kişi adamdır ki, bu sözləri mənim barəmdə o deyir. Özü bir məktəb. Özü də ki, o doğrudan da yüksək səviyyədə olan musiqiçidir və onun oğlu genetik də irsdən keçən şeydir. Onun oğlu da ki, indi mən deyərdim ki, ən yüksək səviyyədə çalan saksafonçudur. Teymur. Və çox sağ olsun, mən minnətdaram ki, və mən xoşbaxtam ki, mənim belə dostlarım var həyatımda. Dost, bu müqəddəs bir sözlərdən biridir də bizim həyatımızda. Əlbəttə. Anamız, atamız bizə həyat verən insanlarla yanaşı dostluq məhvumu deyilən bir şey var ki, hansı ki, doğrudan da əsas kişi dostluğundan mən danışmaq istəyirəm. Qadınların bir-birinin arasındakı dostluq tamam başqa xarakter daşıyır, bəli. Amma 2 kişinin dostluğu tamam başqa bir şeydir. Bu qardaşlıqdır, bu sirdaşlıqdır və s. və ilaxirə. Sizin üçün bir neçə kəlmə ilə siz dost, özünüzün daxilinizdə olan, dosta olan münasibət, dost sözünə olan münasibəti necə xarakterizə edə bilərdiniz? Mənim çox dostum olmayıb.
Məni çox sevənlər var, tanışlarım olduqca çoxdur. Bəli. Ancaq bu sirdaş dost məsələsi o çox belə bir problem məsələdir. Ona hər adam dost ola bilməz. Bəli. O dostu duyursan, o dostun o necə deyim sizə olan məhəbbəti, o iskrenlik deyirlər, Bəli. Səmimiyyət. Onu duyursan, sən onu hiss edirsən. Bəli. Dost belə şeydir ki, öz mənafelərindən imtina edən sənin qarşında, sənə görə imtina edən insandır. Və sən onu görürsən, o həmişə dost çətin vaxtda dostun yanında olur həmişə. Yaxşı zamanda hər şey yaxşıdır, əladır, çoxlu dostlar əmələ gələ bilər. Ancaq ən belə sadiq dost o bambaşqadır. Sizin fikrinizlə razıyam, amma biraz öz əlavəmi eləmək istəyirəm, öz həyat təcrübəmdən əlavə eləmək istəyirəm ki, həm də əsl dost odur ki, sənin sevincinə sevinə bilsin. Əlbəttə. Bəli, çünki sevincə sevinmək, kədərə kədərlənməkdən çətindir. Çünki hər kəs sənin kədərini özü ilə bölüşə bilər, artıq ona görə ki, aha, deməli, səndə də nəsə bir problem var, artıq o insan biraz başqa cür artıq sənə yanaşır. O, əlbəttə ki, o elə dostlardan da Allah qorusun, amma o səmimi dostlar var, hansı ki, qardaş əvəzidir. Həm də deyirlər ki, yol insanları birləşdirir. Mənim ən güclü, ən yaxın dostlarım o nə vaxtsa səfərdə dostlaşdığım insanlardır. Səfər demişkən, bax, burada bu afişa var. Эстрадный оркестр Azərbaycana, qastroli и так далее, тому подобное. Bu hansı ilin afişasıdır? Bu 69-66-cı il, belə 66-70-ci il bu illərin. Çox maraqlı şəkillər var orada. Bu şəkillər həmin o ölkədə çəkilib, yoxsa bu sizin bundan əvvəl olan yox, bizim orkestr üçün Moskvadan bir fotoqraf gəlirdi, xudojnik fotoqraf. Bunlar afişa üçün bizi çəkirdilər. Bəli. Və Moskvada bunlar çap olunurdu. Və bizim çoxlu afişalarımız var idi belə. Bəli. Hər bir şəhərlərə göndərirdik. Bəli. O şəhərlərdə bunları elan edirdilər bu afişanı. O vaxt gastrola gedəndə siz gastrola gedirsiniz, bir aylıq gedə bilərdiniz. Gedirdi 3 aylıq. 3 aylıq biz hətta. ilin 9 ayı gastrolda olurduq. Nə danışırsınız? Ondan gözəl nə ola bilər ki? Ondan ilin 9 ayı. 3 ay olurdu. Amma ən əsası da geri qayıtmaq istəmişsiniz həmişə. Əlbəttə. Heç vaxt qalmaq istəmişsiniz. Yox, əlbəttə. Mən bildiyimə görə, eşitdiyimə görə sizi hətta saxlamaq istəyiblər orada, xarici ölkələrdə işləmək üçün, kontrakt, iş kontraktı və s. Natavan xanıma görə getmədiniz, yoxsa? Yox, Natavan xanım onda yox idi. Aha. Biz evli deyildik. Onda hələ o Natavan Şeyxova faktoru yox idi. Yox idi, yox. 61-ci ildə Moskvada biz qastroldaydıq. Sad Baumana bütün Moskvanın bütün plaşatkalarında konsertimiz keçirdi. Kreml sarayından tutmuş, Oktyabrski zal, hər şey, Rusiya. Hansı məkanları görmüsünüz? Bunlar fəth eləmişik. Marinski teatr nəyə Marinski teatrda elə çıxıb o səhnəni fəth eləmək, özü dağıdırdılar səhnəni. Bunları görmüşük hamısı. Və biz onu da görmüşük ki, bizim afişaları Odessada gecədən səhərə qədər insanlar öz stullarını gətirib qoyurdular kassanın yanında ki, səhər açılsın, kassadan bilet alsınlar. Bunu da mən görmüşəm. Bilirsiniz, o Oktay Ağayevin o lap belə o zirvəsi olan vaxtı, o SSR-nin mədəniyyət naziri var idi. Qadın, xanım? Xanım, hə. Fursova. Fursova. Fursova bizim proqonumuza gəlmişdi Kreml sarayında. Və Oktay Ağayev çıxış eləyəndə nəsə Jamaykası var idi Oktay Ağayevin, məşhur idi SSR-də. O Jamaykanı oxumamışdı. Fursova arxadan qışqırırdı ki, deyirdi ki, Oktay, Jamayku. Və belə bir vəziyyət idi. Raufun vaxtında, Raufun yanında. Nə gözəl. Yaxşı, elə günlər olub. Və mən nə demək istəyirəm, bizim orkestr 66-da biz getdik Əlcəzairə qastrola. Getdik qastrola, o vaxtı estrad orkestrləri qastrolda ayrı-ayrı ölkələrdə olmayırdılar. Caz orkestri idi, buraxmırdılar. Biz nə isə getdik. Gəldi Əlcəzairin 12 şəhərlərini biz qastrol səfəri ilə
hər şəhərdə bir gün, 2 gün qala-qala biz Əlcəzairdə qastrolda keçirtdik və bizdən 5 gün əvvəl həmin o marşrutla həmin o şəhərləri Woody Herman orkestri gedirdi Amerikanın. Bəli, bəli. O da ki, Woody Herman orkestri biz ona baxırdıq, deyirdi ya bu ilahi bir şeydir. Əlçatmaz bir səcdə zirvədir. edirdik bu orkestra. Bəli. Və belə oldu ki, məndə indi də evdə bir ejenidelnik var, həftəlik qəzeti. Orada yazmışlar ki, Azərbaycan Dövlət Estrada Orkestri Amerikanın Woody Herman orkestrindən daha da temperamentli, daha da caz, daha da swingdan, daha da yaxşı caz üslubunda olan orkestrdir. Və bu qiyməti bizə verirlər. Və oradan da elə olurdu. Gəlirdik Moskvaya, Leningrada, Weinstein orkestrinin musiqiçiləri, İzvestni, Sərdə məşhur orkestr. Gəlirdilər, mənim saksafonun müşlüyünü yoxlayırlar ki, bu səs hardan ki çıxır, necə çıxır. O devirdə Azərbaycan musiqiçiləri yüksək səviyyədə idilər. Hətta Vaqif Mustafazadə məcbur oldu gedə Gürcüstana, orada çalışa. Nə yaxşı Gürcüstanda onu Rauf Hacıyev rast gəlir ona öz bir səfərində. Deyir, burada nə gəlsən, burada işləyirsən, qayıt girən deyir Azərbaycana. Onda nazir idi. Bəli, bəli, Rauf. Onu qaytarır Azərbaycana, bizim orkestra bu bir müddət çalışdı. Rauf müəllim, daha bir insan sizin haqqınızda çox gözəl söz deyir. Mən istəyirəm ki, elə tamaşa eləyək, ondan sonra söhbətimizi davam edək. Hə? Eləyək. Rafiq müəllim Seyidzadə ilə biz neçə illərdir, 35 ildən çox tanışıq. Hələ o filarmoniyanın direktoru idi o vaxtlar. Nə deyim sizə, həm də bizim qonşumuzdur. Çox gözəl bir insandır. Bilirsiniz, mən ömrümü demək olar ki, səhv eləmişəm. Yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşmasına və inkişafına. Bu məqsədlə 1989-cu ildə Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası yaratmağa başladım. Bax, o vaxtdan biz Rafiq müəllimlə dostluq eləmişik, əməkdaşlıq eləmişik. Bu ideyanı o da çox bəyənib və indinin özündə də o bizim fəxri üzümüzdür. Deyim sizə ki, Rafiq müəllimdə doğrudan da çox gözəl, nadir keyfiyyətlər var. Nə baxımdan? Bax, o 2 qanadlı quş, məni tanıyan müəllimlər də, tələbələr də, insanlar da bilirlər ki, mənim kulturoloji konsepsiyam var ki, mədəniyyət 2 qanadlı quşdur. Biri mənəvi mədəniyyətli bir qanad, onun da mənbəyi tərbiyədir. O birisi də intellektual mədəniyyətdir. Onun da mənbəyi elmdir, təhsildir və maarifdir. Bax, Rafiq müəllim, baxmayaraq ki, alim deyil, müəllim deyil, onun dəxli yoxdur. Şəxsiyyət kimi çox gözəl adamdır və bu 2 qanad onda çox gözəl inkişaf edib və Şəkar kimi də çox yüksək səviyyəli adamdır. Gözəl oxuyur, gözəl müğənnidir. Onun çox adam səsini eşitməyib, çünki əsasən saksafonçu kimi onu tanıyırlar, amma o gözəl oxuyur. Gözəl təşkilatçıdır. Bu adamda insanlıq keyfiyyəti də çox yüksəkdir. Mən çox istərdim ki, Rafiq müəllim Seyidzadə kimi yüksək mədəniyyətli vətəndaşlarımız bizim Azərbaycanda və bütün dünyada çox olsun. Çox hörmətli alimimiz Fuad müəllim də sizin haqqınızda görsün nə gözəl sözlər dedi. Ən mənim vəfalı, ən yaxın dostumdur. Görürsünüz. Çox da gözəl insandır, gözəl də alimdir. O bir neçə akademiyaların, beynəlxalq akademiyaların akademikudur. O kulturologiyanın da Azərbaycanda əsasını qoyan insandır. Bir 30 ilə yaxındır ki, bu işlə o məşğuldur. Ancaq belə də indi şükür Allaha normal kulturologiya elmi normal inkişaf edir. Artıq dövlət strukturları da buna fikir verirlər, qiymət verirlər. Dövlət strukturları demişkən, siz də vəzifədə olmuşsunuz, bir çox vəzifəni icra eləmişsiniz, hə? İstərdim bir yada salaq, xronikal şəkildə. Mən orkestrda 75-ci ildə
orkestr ləğv olandan sonra məni Şəmsi Bədəlbəyli təyin elədi Filarmoniyanın konsert şöbə müdiri. Və bu konsert şöbə müdiri vəzifəsində mən rəhbərlik edirdim. Bu şöbədə bütün bizim incəsənət xadimlərimiz, ən belə Şövkətdir, Ərik Verova, nə bilim, Əlbəbadır, sonra Əbülfət Əliyevdir, bütün ən gözəl, yüksək səviyyədə olan insanlar, yaradıcı insanlar orada cəmləşmişdi. Onları mən 5 ildə idarə elədim. Sonra Azərbaycan Teatr Cəmiyyətində Dostluq Teatrı yaratdıq. Və bu Dostluq Teatrıdakı bizim Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranmış bir teatr birliyi idi də. Dostluq Teatr Teatrı durumu idi. idi. Onun da funksiyaları ondan ibarət idi ki, SSR-də ən mütərəqqi, ən belə yüksək səviyyədə olan teatr kollektivlərinə Bakıya dəvət edib və Bakılı tamaşaçılarına onları təqdim etmək idi. Onların mədəni səviyyəsini qaldırmaq idi. O çox böyük missiya idi, Rafiq müəllim. Çünki hər adamın imkanı yox idi Moskvada getsin, teatrlara tamaşa eləsin. Həmin o tamaşaları bura gətirirdi ki, Azərbaycan tamaşaçısı imkanı olmayanda həm vaxtla, həm maddi cəhətdən burada onlara baxsınlar. Burada onların tam belə şəkildə tamaşaları keçirdi. Gəlirdilər bura, hansısa Massavet teatrı idi, Teatr Lenkoma, Mıxata idi, nə bilim, bütün Vaxtangivski teatrı idi. BDT-yə. Və bu hamısı təşəbbüsü yuxarıdan gəlirdi. İstəyirdilər ki, cəmiyyəti biraz da maarifləndirsinlər. Bəli. Həmişə gəlirdi Heydər Əliyev onların tamaşalarına. Hansı teatr olursa olsun gəlirdi tamaşalarına və iştirak edirdi o tamaşalarda və həmin o tamaşalar zamanı da elə bir ənənə yarandı ki, Heydər Əliyev bu tamaşadan sonra qalxırdı səhnəyə görüşürdü. Və o öz nitqində o teatr barəsinin, teatrının tarixi barəsində, tamaşa barəsində, onun o yaradıcılıq, onun o yüksək səviyyəsi barəsində o öz çıxışlarında elə danışırdı, elə deyirdi ki, Moskvanın ən belə görkəmli teatrşünasları məhtəl qalırdılar ki, deyirdilər, mənim özümə deyirdilər, bu necə, bu hardan? Bu qədər bilgi hardandır bu insanda? Bu hər şeyi bilir ki, başa düşürsün. Bu artıq əfsanədir. Bu əfsanə idi. Ulu Öndərimiz haqqında böyük bir əfsanədir, o doğrudan da böyük şəxsiyyətdir və mən çox sevinirəm ki, biz sizlə söhbətimizin sonuna yaxın o dahi bir insanı xatırladıq. Çünki Azərbaycanımızın tarixi və heç vaxt unuda bilməyəcəyimiz bir şəxsiyyət. Allah rəhmət eləsin. Və mən ondan sonra mən oldum Filarmoniyanın direktoru. Bəli. Məni təyin olundum Filarmoniyanın direktoru və Filarmoniyada da 12 il mən direktor vəzifəsində çalışdım. Və mənim missiyam ondan ibarət idi, insanlara qulluq etmək. Və indiyə qədər Natavan xanımı konservatoriyada bir yanda görəndə deyirdi, Rafiq Hüseynoviç bizim daimi müdirimizdir. Yaşayanda elə yaşamaq lazım. Elə yaşamışam və onunla da mən fəxr edirəm. Rafiq müəllim, çox sağ olun ki, varsınız. Sağ olun ki, bugün bizimlə oldunuz. Bizim adımızdan Natavan xanıma bizim sevgilərimizi yetirin və siz də bir sənət adamı kimi həmişə bizim böyük incəsənətimizin, o ənənəvi incəsənətimizin, mədəniyyətimizin bir göz muncuğundan birisiniz, maşallah. Həmişə belə qalın, həmişə ruh yüksəkliyi ilə yaşayın. Çox sağ olun, çox sağ olun. Mən də çox minnətdaram ki, bu günləri belə bir söhbətimiz keçdi və bu yeni yaranan proqrama mən uğurlar arzu edirəm. Çox sağ olun, çox sağ olun. Xoşbaxt olun. Sağ olun, sağ olun. Əziz tamaşaçılar, ilk verilişimiz sona çatdı. Bir şey qeyd etmək istəyirəm ki, bu verilişimiz birinci, ikincilər verilişi Mad in Az layihəsi çərçivəsində hazırlanıb və mən bir daha Medianın İnkişafı Agentliyinə və Audiovizual Şuraya öz təşəkkürümü bildirirəm yaradıcı qrup adından bu imkanı bizə yaratdıqları üçün. Sizə də demək istəyirəm ki, inşallah Allah qismət eləsə, gələn dəfə yenidən sizin görüşünüzə gələcəyik. Hələlik sağ olun, yaşasın sənət.